Qobustan Olimpiya İdman kompleksində Jiu-Jitsu üzrə Respublika çempionatı və Assosiasiya kuboku keçirilib. Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışın açılış mərasimindən sonra qurumun vitse-prezidenti Seymur Səfərov, baş katibi Elşad Kərimov və Jiu-Jitsu üzrə sektor rəhbəri Əli Cəfərov çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıblar. Ardınca Azərbaycan Real Aikido İdman Klubunun nümunəvi çıxışları təqdim edilib. Jiu-Jitsu'nun Nevaza növü üzrə təşkil olunan yarışda 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Bütün yaş qrupları və müxtəlif çəki dərəcələri üzrə keçirilən turnirdə ilk 3 pilləni tutan idmançılara diplom və medallar təqdim olunub. Nəticələrə əsasən ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək yığma komandanın tərkibi formalaşdırılıb. Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının Jiu-Jitsu üzrə sektor rəhbəri Əli Cəfərov bu idman növünün inkişafı üçün belə yarışların labüdlüyünü vurğulayıb. Əsas əlamətlər hadisə odur ki, biz ilk dəfə Jiu-Jitsu döyüş növünün Respublika çempionatını bölgədə keçiririk. Onun da əsas məqsədi təbii ki, bölgələrdə idmanın inkişaf elətdirməyidir. Necə ki, ölkədə bütün idman növlərində bu baş verir. Biz də öz növbəmizdə istəyirik ki, bizim bölgələrimizdə bizim döyüş təlimi, bizim idman növü inkişaf eləsin. Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov çempionatdan bəhs etməklə yanaşı qurumun gələcək hədəflərinə də toxunub. Regionda idmanın inkişafı adlı bir proqram var. Ümumiyyətlə bu Gənclər və İdman Nazirliyi tərəfindən qoyulmuş bir proqramdır və idman siyasətinin bugünkü istiqamətlərindən biridir. Ona görə də biz bu istiqaməti seçdik və yarışı məhz regionda keçirtdik. Biz bu yarışdan sonra digər növlərlə bağlı da Respublika çempionatları keçiriləcək. Fighting üzrə, sonra kontakt jiu-jitsu üzrə, hansı ki Beynəlxalq Jiu-Jitsu Federasiyasında o hissədə, o bölmədə yeni yaradılıb. Onlar da bu döyüş növlərinin daha da populyarlaşmasını nəzərə alaraq bu sistem üzrə də artıq işləməyə başlayıblar. Qeyd edək ki, turnirin paytaxtdan kənarda keçirilməsinin məqsədi regionlarda idmanın inkişafına təkan vermək və sağlam ruhlu gənclərin yetişməsini təmin etməkdir.